vardı. Gəlin bir də olein turşusunu yazaq. Uşaqlar, olein turşusu necə yazılır? Olein turşusu, biz bundan əvvəl stearin keçmişdik doymuş karbon turşularında. Stearinin formulu necə idi, kim deyər? C17, necə idi? NH5'ti COH. Ay sağ ol. Uşaqlar, olein turşusunda bir dənə elə bir ki, hidrogen, bir H2 çıxır orada. Olur C17, H35 olmur, olein olur H33, H33 COH. Bu olein turşusudur. İndi mən sizə desəm ki, uşaqlar, bəs burada karbonların hibridi deyəcəksiniz ki, 3 dənə karbon, burada da sp2-dir. Amma bunun açıq şəkli necədir? Gəlin bir dənə ona baxaq. Deməli, uşaqlar, burada birinci yazıram CH3. Sonra buraya yazıram, deməli, CH2 7 dənə. Daha bir də burada ardıcıl CH2 yazmıram. Yəni 7 dənə yazmaq burada bu şəkildə göstərir. Bundan sonra gəlir uşaqlar CH, 2 qat CH. Sonra yenə gəlir CH2 7 dənə. CH2 özünüz bilirsiniz də hansı qrupdur CH2? Metilen qrupudur. Ondan sonra da gəlir COH. İndi siz karbonları sayın burada toplam. Görün 18 karbonu verir yoxsa vermir? Sayın bir dənə karbonlar. Görəcəksiniz ki 18 karbon var burada. Yenə baxın. Görün həqiqətən də burada 18 karbon var yoxsa yoxdur? Baxın bir dənə. 18 karbon orada var. Yaxşı uşaqlar, görək. Deməli, burada 18 karbon var. Görək 2 qat rabitə hansı karbon atomları arasında yaranır? Görək 2 qat rabitə hansı karbonlar arasında? Bunu nömrələyəndə biz hardan nömrələyərik uşaqlar? Nömrələsək biz hardan nömrələyərik? Nömrələsək biz deməli buradan nömrələyərik. COH-dan başlayarıq nömrələməyə. Nömrələyəndə COH-dan nömrələyərik. İndi COH-dan nömrələsək, deməli, necə olacaq? Bu bizdə birinci karbon, 7 dənə də karbon burada var, 8 karbon, 9 və 10. 2 qat rabitə hansı karbon atomları arasında yarandı uşaqlar? 9-cu və 10-cu karbon atomları arasında. 9 və 10 nömrəli karbonlar arasında 2 qat rabitə yarandı. Uşaqlar, burada hansı karbonlar sp2 vəziyyətindədir? Birinci karbon, COH-dakı karbon, bir də 9 və 10 nömrəli karbonlar sp2. Yenə də görürsünüz, 3 karbon sp2. Yerdə qalan karbon atomları hansı hibrid vəziyyətindədir? sp3 hibrid vəziyyəti. Bura qədər anlaya bilirsiniz uşaqlar danışdıqlarım. Məncə başa düşürsünüz. Uşaqlar, indi burada sizə nəyi deyəcəm? Bunlar doymamış karbon turşularıdır.